Mələk. İkinci baxın. Aha. Aferin. Aha. İndi damcı bir dənə tökəcəm. Acıtmayacaq onu. Prosta panik olacaq. Bəbəyi genişlənsin. Həm gözün dibinə baxım, həm də görməsin yoxdur. Görüm yaşına uyğundur ya yox. Salam. 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 Mənim qızım gəldi. Heç böyümüşsən, neysən? Siz damcıdan qabaq baxdınız. Biz ilkin müayinəmizi keçirdik. Maşallah hər şey yaxşıdır. Cəbli bucağı yoxdur, göz hərəkətləri tamdır, keçici mühitləri şəffafdır. Damcı tökdü, bəbəyin dinətdi. Həm göz dibinə baxacağam, həm də görməsinə. 15 dəqiqə vaxtımız var. Gəldik səmərəli istifadə etməyə. Hə, əla. Gəl. Gəl. Aferin. Boyu əla. 1 yaşında 75 olmalıdır, indi 73-dür. Deməli, uşaqlarda baxın, yaşdayam. Tutanda barmaq ucuna, barmaqların qatdalama, içəriyə vermə olur. Çox vaxtı. Birincisi, erkən dövrdə manejə qoyurlar uşağı. Nə qədər ki, biz həkimlər deyirik ki, qoymayın manejə. Valideynlər qoyurlar manejə. Manej, belə deyək də, satış baxımından yaxşı bir şeydir kimlərəsə, amma yaxşı deyil, məsləhət deyil uşaqları manejə qoymaq. Ayaqların içəri vermə, barmaq ucunda gəzmələr, simptomlar verir, əlamətlər verir. Bir də ki, onurğalarda problem yaşadır, onurğaya əyrilik verə bilər. Çünki istər-istəməz standart dayanır uşaq. Bel əyriliyi, boyun əyriliklər verə bilər. Yəni, xeyri yoxdur bir sözlə. Xeyri valideynlərədir ki, uşaq sakit orada gəzir özü üçün, amma uşağa çox böyük zərər verir. Mesajımızı da istəyərdik ki, bütün valideynlər götürsün. Maşallah yaxşıdır. İndi əvvəldən izlənmişik, ayına uyğunda böyümələri gedir. Yaxşıdır. Yox. Biraz indi danışdıq biz o haqda. Şeyə qoyublar, gəzdiriciyə qoyublar. Barmaq ucunda qalxmaqları var. Onu da daha eləməyəcəklər. Heç problemi yoxdur. Görmə tam yaşına uyğundur. Keçici mühitlər şəffafdır, göz hərəkətləri normaldır. Çəpli bucağımız yoxdur. İnkişafımız tam yaşımıza uyğundur. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.